Askorbin turşusu molekullarının yod tərəfindən asanlıqla oksidləşməsinə əsaslanır. İkinci sınaq şüşəsində isə 2 ml limon şüşəsi Əlavə elə qızım. 2 ml deyəndə gözə yarı hər ikisindən azca əlavə elə. Birinə aha, tök. Alma şirəsi tök. Bəs ikinciyə də limon şirəsi tök. Sıx limonu. 3 də olar. Ay sağ ol, bəs eləyəm. Aha, növbəti oxu nə deyir? nişastalı yapışqan tökür. Aha, əlavə elə nişastanı. Yarısını birinə tök, yarısını birinə tök. Burada nə müşahidə edirik? Bunun rəngindən, bax, eyni qədər yod əlavə elədik hər ikisinə. Hər ikisində də eyni qədər nişasta var. Sadəcə bu alma şirəsidir, bu isə limon şirəsidir. Rənglərdə nə müşahidə edirsiniz? Bu daha tünd rəngdədir, bu isə açıq rəngdədir. Səbəb sizcə nədir? Askorbin turşusu. Bəli, askorbin turşusu yod ilə reaksiyaya girərək o qoymur ki, yod nişasta ilə tünd rəng, göy rəng, ənövşəyi rəngi əmələ gətirsin. Amma burada isə almada olan askorbin turşusu yoxdur deyə bu yod nişasta ilə göy rəngi əmələ gətirir. Yadınızda sizə keçmişdik karbohidratların təyinindəki nişastanın təyini idi, yodla idi, düzdür? Görürsünüz, yavaş-yavaş getdikcə rəngi açılmağa doğru gedir. Biraz da qarışdırır istəyirsən.